gəlir böyükdür, risk isə ondan da böyükdür. Futures ticarətində sən real aktiv almırsan. Sən onun gələcəkdəki qiyməti haqqında, yəni düşəcəyi və qalxacağı haqqında bir növ mərc eləyirsən. Yəni aktivin qiymətinin gələcəkdə qalxıb və düşəcəyi haqqında təxmin edərək gəlir əldə edirsən. Bəs futures ticarətin üstünlükləri nələrdir? Leverage, yəni burada götürsək kredit çini, yəni az məbləğlə, böyük leverage ilə sən böyük qazanc əldə edə bilirsən. Yəni 10x götürsək, sən 100 dollarla 10x-lik əməliyyat açıb 1000 dollar qazana bilirsən. İkinci üstünlüyü ondan ibarətdir ki, həm long, həm short, yəni forex dilindən isə desək, buy və ya sell əməliyyatı açmaq mümkündür. Yəni spotdan fərqli olaraq, spotda belədir ki, biz ancaq long əməliyyatı, yəni futures dili ilə götürsək, long əməliyyatına biz xeyrə çıxa bilirik. Yəni biz qiymət düşsə, bizim aktivimiz azalır və yəni biz itirə bilirik.